Salam əziz tələbələr. Bugünkü izahımız sizə dövlət qulluğu mövzusu ilə bağlı qısa sual və cavabımız olacaq. Vaxt məhdudiyyətimizi nəzərə alaraq təbii ki, lazım olan bütün hissələri öncədən lövhəyə qeyd etdim. Bilirik ki, təbii ki, kateqoriya təsnifatlarımız və əsas səlahiyyətlərin müəyyən edilməsi olaraq 3 hissəyə bölünür. Və qeyd etdiyim əsas səlahiyyətlərin müəyyən edilən hissə ali kateqoriyaya aiddir. Yəni, Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsi. Nə deyir bu hissədə? Dövlət hakimiyyəti, hakimiyyətlərin bölünməsi prinsipi əsasında fəaliyyət göstərir. Yəni, bir növ baxsaq, uyğun olaraq icra hakimiyyəti, qanunverici və məhkəmə hakimiyyəti, prezident administrasiyası, fəaliyyətini bilavasitə təmin edən orqanlar, xüsusi tibb xidməti, nazirlər kabineti. Qanunverici hakimiyyət, yəni Milli Məclis, Ali və Konstitusiya məhkəməsi isə məhkəmə hakimiyyəti. Təsnifatlarına uyğun olaraq desək isə aparat rəhbərinin müavini, bölmə rəhbərinin müavini və mütəxəssis. Ali 1, 1, 2, 3 olaraq yadımızda saxlamamız daha da rahat olar bizim üçün. Ümumi olaraq sual hissəsindən geçsək, Nazirlər Kabineti. Sualımız budur ki, Nazirlər Kabinetində ictimaiyyətlə əlaqələr bölmə rəhbərinin vəzifəsinin tutulma şərti. Və bu isə bizim 28-ci maddəyə gəlir. 28-ci maddədə isə bizə qeyd edir ki, ali kateqoriyanın ali 1, 2, 3-cü təsnifatlarının hər birinin tutulma şərti qulluqda yüksəliş və ya müsabiqədir.